hazırlığına gedənlər qəzaya düşdü. Xəsarət alanlar var. Cəlilabadda yük maşınının iştirakı ilə qəza baş verib. Xəsarət alanlar var. Hadisə Ələt-Astara magistralında Cəlilabad rayonunun Alar kəndinin girəcəyində qeydə alınıb. 19 yaşlı Kamran Mahmudovun idarə etdiyi Kia markalı mini avtomobili qarşıda gedən və dönmə əməliyyatını icra etmək istəyən Zil markalı yük avtomobilinə çırpılıb. Nəticədə Zil markalı nəqliyyat vasitəsi yol kənarına aşıb. Məlumata görə Zil markalı nəqliyyat vasitəsinin sərnişin qismində olan 32 yaşlı Fikrət Əliyev və Kia markalı nəqliyyat vasitəsində olanlardan xəsarət alanlar var. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Qeyd edək ki, Kia markalı nəqliyyat vasitəsində olanlar Biləsuvar rayonuna toya getmək üçün gözəllik salonuna gedirmiş. Faktla bağlı araşdırma aparılır. Hadisə ilə bağlı təbib bildirib ki, Cəlilabad rayonu ərazisində 4 iyun 2026-cı il tarixində saat 14:00 radələrində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər, 3 kişi, 2 qadın Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirən 4 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Xəsarət alan 1994-cü il təvəllüdlü şəxs dərhal cərrahi əməliyyata aparılıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Samirə İsmailova, Maarif Arifoğlu, İzmedia.